Qarabağ Regional Məşğulluq Filialı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Şuşa rayon Çanaqçı kəndində əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirində Füzuli-Şuşa ödənişli yolu üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 nömrəli yol istismar idarəsi tərəfindən təqdim olunan vakansiyalar üzrə müraciət edən Füzuli və Şuşa sakinlərinin ilkin qeydiyyatı aparılıb. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Ağdərə rayonunun Vəngli və Həsəndiz kəndlərinə köç etmiş vətəndaşlarla görüşüblər. Görüşdə onların məşğulluqlarının təmin edilməsi istiqamətində ətraflı söhbət aparılıb, vətəndaşların ilkin qiymətləndirilməsi həyata keçirilib. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələrinə köç etmiş ümumilikdə 61 ailənin 200-dən çox üzvü ilə görüşüblər. Görüşlərdə sakinlərə aktiv məşğulluq tədbirləri ilə bağlı məlumatlar verilib, ilkin qeydiyyat işləri aparılıb. Bakı Dövlət Universitetinin və Şərqi Zəngəzur Regional Məşğulluq Filialının təşkilatçılığı ilə Tarixi Zəfərin 5-ci ildönümünə həsr olunmuş Peşəkar Gələcəyə Doğru Körpü ixtisaslaşmış karyera sərgisi keçirilib. Sərginin keçirilməsində məqsəd tələbə və məzunları Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunda fəaliyyət göstərən şirkətlərlə bir araya gətirərək onların karyera imkanlarını dəyərləndirmək, regionun bərpa və inkişafı prosesinə gənclərin cəlb edilməsinə dəstək olmaqdır. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri Cəbrayıl rayonunun Haravlı kəndinə köç etmiş 47 ailənin 189 üzvü ilə görüşüblər. Köç zamanı sualları yaranmış vətəndaşlarla fərdi şəkildə söhbətlər aparılıb, onların məşğulluqlarının təmin edilməsi barədə ətraflı məlumatlar verilib. Qarabağ Regional Məşğulluq Filialı və Ağdamda fəaliyyət göstərən Adam Garden Hotel Company MMC-nin birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil edilib. Yarmarkada işsiz və iş axtaran şəxslərə 67 vakansiya təqdim edilib.